TASİS layihəsinin iştirakçısı olan Gəncək Biznes Qrup tenderdə uğur qazandıqdan sonra ilkin olaraq kənd təsərrüfatı sahəsində monitorinq keçirir. Nəticə onu göstərir ki, fermerlər bəzi çətinliklərlə qarşılaşırlar. Burası suvarmada, texnikanın çatışmamasında, kreditin əldə edilməsində və marketinqlə bağlı problemlər daxildir. Məhz buna görə də qrup yarandığı gündən qərb zonasının aqrar sahəsi üçün əlverişli mühitin yaradılmasına çalışır. Bizim apardığımız sorğuların, fermerlərə keçirdiyimiz görüşlərin nəticəsində müəyyən olmuşdur ki, fermerlərimizin yerlərdə aqrobiznes sahəsində, aqrotexnologiyaya aid bilikləri kifayət deyildir. Bu sahədə müəyyən boşluqlar var. Hazırda biz Respublikanın qərb regionunun 18 kəndində öz mərkəzimizi yaratmışıq. Həmin mərkəzlərdə fermerlərimizə müxtəlif sahələrdə informasiya, məsləhət xidməti göstəririk. Qrupun mütəxəssisləri tez-tez müxtəlif bölgələrdə olur və fermerlərlə görüşüb problemlərin həlli yollarını onlara izah edirlər. Mən Seyid Əliyev Nizami, ixtisasım aqronomdur. Gəncə Biznes Qrupu kənd təsərrüfatı ilə bağlı müəyyən məsələlər olanda mənə müraciət edirlər. Mən isə yerlərdə öz məsləhətlərimi verirəm. Fermerlər elə elementar şeylər var, bilmirlər, həqiqətən bilmirlər. Ancaq alimin məsləhətinə onların böyük ehtiyacı var. Ona görə də bizi çox yüksək səviyyədə qarşılayıb, yüksək səviyyədə dinləyirlər. Gəncə Biznes Qrupda 20-yə yaxın mütəxəssis təlim metodlarını hazırlayır. Onlar bugünə kimi 10 min nəfərə yaxın torpaq mülkiyyətçisinə fərdi məsləhətlər veriblər. Kənd təsərrüfatı ilminin son nailiyyətləri qrupun 70 adda informasiya bülletenlərində öz əksini tapıb. Fermerlərin bu təşkilatla əlaqəsi, biznes planının işlənməsi, kredit təminatı, agrobiznes, agromarketing və s. informasiyaların əldə edilməsinə imkan verir. Bir sözlə belə məsləhət xidmətləri dünənin sadə kənd adamlarının bugün sahibkar kimi yetişməsinə köməklik edir. Ceyhun Səfərov, Rövşən Əmraslanoğlu, Xəbər Plus.